Hər vaxtınız xeyir olsun. 19 oktyabr tarixidir və oktyabrın 20-sinə olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, günün ənənəvi olaraq hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Belə ki, oktyabrın 20-sində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17 dərəcə isti, gündüz isə 20-24 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq, lakin şimal və axşam şimal və qərb rayonlarında arabir yağış yağacaq və şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal edilir. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz isə 20-25 dərəcə isti olacağı proqnozlaşdırılır. Dağlarda isə gecə 2-7 dərəcə isti, gündüz isə 8-13 dərəcə isti olacaq.